Bu iki kadr arasında 27 kiloqram fərq var. Bu fərqi mən qidalanma ilə əldə etdim. Hər həftə özüm üçün alış-verişə çıxıram, bu dəfə mənimlə gəlirsiniz. Çünki Walmartda 14-18 noyabrda bənzərsi endirimlər başlayır. Endirimlərdə bananın kiloqramı 3 manat 9 qəpik deyil, 1 manat 97 qəpik. Soğanın kiloqramı 49 qəpik deyil, 29 qəpik. Mandarin kiloqramı 2.20 deyil, 1.29. Narın endirimi isə 30%dir. Kökün kiloqramı 89 qəpik deyil, 55 qəpik. Kələmin kiloqramı 59 qəpik yox, 29 qəpik. Kent zeytun yağı 18.60 deyil, 9 manat 97 qəpik. Sarı opa çay 6.69 deyil, 3.99. Padişah basmati düyü 8.49 deyil, 5.97. 5 kiloqramlıq Ariel yuğucu tozu 39 manat 39 qəpik deyil, 15 manat 97 qəpik. 12-li Aura rulonları 17.99 deyil, 8.47. Hamsafar kərə yağının kiloqramı isə 21 manat 99 qəpik deyil, 13 manat 99 qəpik. Siyəzən toyuq 6 manat 9 qəpik yox, 4 manat 87 qəpik. Siyəzən fili 6.99 deyil, 5.99. Halal nemət səhər sosisi 90.70 deyil, 5 manat 97 qəpik. Alış-verişinizdə Ozya kartından da istifadə edin, 1.5% keşbek əldə edin. Bu endirimlər zamanı yolunuzu mütləq Walmartdan salın.